Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Bugünkü qonağımız pediatr-revmatoloq Aytən Əliyevadır. Biz bu gün uşaqlarda olan problemlər, revmatizma ilə bağlı, valideynlərin verdiyi suallar, vaxtında olunan müalicələr və gecikmiş müalicələrin yaradacağı fəsadlar haqqında Aytən xanımla müzakirələr edəcəyik. Xoş gəlmisiniz Aytən xanım. Xoş gördük Aygün xanım. Dəvətiniz üçün də təşəkkür edirəm. Sağ olun. Doktor, revmatizma nədir? Ümumiyyətlə revmatizmal xəstəliklər deyəndə bir sürü xəstəliyimiz var. Onların hamısını bir revmatizma kimi adlandırmaq olmaz. Çünki adi hamının yaxşı bildiyi kəskin revmatik qızdırma da revmatizm adlandırıla bilər. Ailəvi aralıq dəniz hərarəti də revmatizm adlandıra bilər. Niyə? Çünki bunlar hamısı revmatizmal xəstəliklər adı altında qruplaşan xəstəliklərdir. Bu səbəblə də adi oynaq ağrısı ilə gələn xəstələrimiz olur ki, gəlir doktor uşağın revmatizması var. Deyirəm, hardan bildiniz? Deyir, ayaq ağrıyır. Hər ayaq ağrısa revmatizma demək deyil. Bunları ayırd etmək üçün mən belə başa düşürəm ki, biz bunları ictimailəşdirməliyik. Burada da sizə təşəkkür düşür. Yavaş-yavaş yəqin ki, bunlar hamısı öz yerini tapacaq. Və qısacası revmatizmal xəstəliklər bir çox səbəblərlə ortaya çıxa bilər və bir çox əlamətləri ola bilər. Bunlar arasında ən məşhur olan oynaq ağrıları var, təkrarlayan və ya uzamış temperaturları ola bilər, dərinin təzahürləri ilə ola bilər. Yəni dəri bu və ya digər səpkilərlə müşahidə oluna bilər. Məsələn, adi basmaqla solmayan purpurası ola bilər, vaskulitlərdə, sonra qabıqlanan səpkilər ola bilər, məsələn, psoriatik artritdə, sonra çox böyüməklə birləşməyə meylli olan makulopapulyar səpkilər ola bilər digər revmatizmal xəstəliklərimizdə. Yəni polifaktorial və bir çox səbəblə, bir çox şikayət özə çıxan xəstəliklər qrupudur açıqcası. Doktor, hər ayağı ağrıyan uşaqda böyümə ağrısıdır demək doğrudur. Yəni ayağı ağrıyırsa böyüyür. Təbii ki, bu ifadə həm doğru, həm də yanlışdır. Niyə görə həm doğru, həm yanlışdır? Təbii ki, böyümə ağrılı bir prosesdir. Yəni uşaq boy atırsa, burada bir inşaat gedirsə, həqiqətən də uşaqlarda ağrılar təzahür edə bilər. Lakin hər oynaq ağrısını biz böyümə ağrısı adlandıra bilmərik. Çünki bu diaqnoza gəlmək üçün bir çox xəstəliyi inkar etməliyik. Yəni oynaqlarda olan ağrılar iltihabi ola bilər, ortopedik ola bilər, revmatizmal ola bilər və ən sonda deyərdik ki, böyüməyə bağlı ola bilər. Böyümə ağrısıdır demək üçün bir çox xəstəliyi inkar etməliyik, bir çox prosedurdan keçməliyik. Yəni kifayət qədər ciddi diaqnozdur. Yəni böyümə ağrısını rahatlıqla qoymaq bizim üçün çətindir əslində. Niyə? Çünki qan xəstəlikləri, sonra infeksion xəstəliklər, iltihabi xəstəliklər, ortopedik xəstəliklər, revmatizmal xəstəlikləri inkar etmədiyimiz sürəcə rahatlıqla ailəni rahatlada bilmərik. Çünki altda yatan başqa bir şey olar, biz də onları böyümə ağrısı ilə sakitləşdirmiş olarıq və sonucu etibarilə uşağa zərər vermiş ola bilərik. Yəni çox ciddi diaqnozdur əslində. Doktor, revmatizma xəstəlikləri genetik ola bilərmi? Təbii ki, çox qrup genetik xəstəliyimiz var. Bunlar arasında ən çox ölkəmizdə yayılan, coğrafiyamızda yayılan, İpək yolu boyunca yerləşən ölkələrdə yayılan kəskin ailəvi aralıq dəniz hərarəti haqqında da məlumat verə bilərik ki, bu çox genetik xəstəlikdir və ölkəmiz üzrə çox yayılmışdır. Bunu da Azərbaycanda fəaliyyət göstərdiyim dövrdə baxdığım xəstələrlə görürəm ki, artıq 250-nin üstünə keçən bir həkimin xəstəsi varsa, ailəvi aralıq dəniz hərarəti qızdırması xəstəliyi varsa, demək ki, bu kifayət qədər Azərbaycanda yayılmış xəstəlikdir və bu genetik bir xəstəlikdir. Tək bunlar deyil, bir çox genetik xəstəliyimiz var, hansı ki, diaqnozunu qoymaqda bizə yalnız kliniki əlamətlərlə yanaşı təsdiqləməyimiz üçün, ailəyə kəsin bir cavab verməyimiz üçün genetik testlərə ehtiyacımız olur. Çünki bunlar birbaşa genetik xəstəliklərdir. Bəs uşaqlarda revmatik xəstəliklər neçə yaşdan etibarən özünü göstərir? Revmatizmal xəstəliklər, hansı ki, bayaq açıqlamağa çalışdım ki, çox sayda xəstəliyimiz var və başlanma yaşları da xəstəliyin növünə görə dəyişir. Yəni anadan gəldikdən
ta 18 yaşa qədər özünü büruzə verən xəstəliklər qrupumuz var. Atıram, məsələn, vaskulitlərimiz var ki, Kawasaki südəmər dövründə də rastlana bilər. Məsələn, genetik xəstəliklərimiz var ki, genetik olduğu üçün anadan gəlmə öz şikayətlərini üzə göstərə bilər. Hansı ki, bir genetik xəstəlik, məsələn, doğulundan etibarən də özünü göstərə bildiyi kimi, hətta böyük yaşlarda, hətta buluğa çatdıqda da göstərə bilər. Yəni, bunun səbəbi tam aydın deyil. Əslində doğumsaldır, genetikdir, amma özünü büruzə verməsi zaman ala bilər. Bundan ziyadə digər xəstəlik qruplarımız da var ki, yəni 1 yaşından da başlaya bilər. Bu xəstəlik əgər bu törədici bir etioloji faktora ehtiyacı varsa, məsələn, kəskin revmatik qızdırma kimi, onun yoluxma müddətindən, yoluxduğu zamandan sonra özünü göstərə bilər. Yəni, bu yaşda revmatizma olmur deyə bilmərik. Revmatizmal xəstəliklərimiz anadan gəlmə başlaya bilər və 18 yaşa qədər ki, biz pediatrik yaş qrupunu müalicə etdiyimiz üçün mən 18 yaşa qədər məhdudlaşdırmaq istəyirəm bunu. Yəni doğumdan 18 yaşa qədər hər yaşda rastlanan revmatizmal xəstəliyimiz var. Anladım. Revmatizmanı başqa xəstəliklər də yarada bilər. Məsələn, qripdən filan revmatizmaya yol düşür. Bəli, təbii ki, etioloji faktorlar bəzi xəstələrimizdə önəmlidir. Məsələn, kəskin revmatik qızdırma bir bakterial infeksiya sonrası inkişaf edən bir xəstəlikdir. Virus xəstəlikləri deməzdim. Bu virus, bu xəstəliyə yol açır deyə biləcəyimiz belə bir xəstəlik yoxdur. Amma revmatizmal xəstəliklərin arasında digər infeksion xəstəliklərin uşağın immun sistemini baskılayaraq makrofaq aktivasiya sindromu deyilən bir sindromumuz var. Hansı ki, xəstə elə bir statusa, vəziyyətə gəlir çatır ki, immun sistemimiz tam baskılanır və çökür və artıq makrofaq aktivasiya sindromu aktivləşir. Əslində bunu biz deyə bilmərik, bu qripdən sonra oldu, bu bakterial xəstəlikdən sonra oldu, amma bir şey baş verir ki, sitokin fırtınası formalaşır bədəndə və sitokin fırtınası ilə də artıq bu tablo, bu revmatizmal tablo üzə çıxa bilir. Yəni bu virus bu xəstəliyə səbəb olur deyə bilmirik. Məsələn, bakterial olaraq kəskin revmatik qızdırmanın törədicisi məlumdur, amma digər virusları bunu deyə bilməsək də, amma fon yarada bilər, bəli. Revmatizmal xəstəliklərdə hansı müalicə üsullarından istifadə edirsiniz? Revmatizmal xəstəliklər polifaktorial olduğu kimi, növləri çox olduğu kimi, onların müalicə taktikləri də fərqlidir. Məsələn, antibiotiklə müalicə olunan revmatizmal xəstəliyimiz var, hormonla müalicə olunan revmatizmal xəstəliyimiz var, İVİK, yəni immunoqlobulin, insan immunoqlobulini ilə tədavi olunan xəstəliklər, immunosupressivlərlə və bioloji preparatlarla istifadə olunan revmatizmal xəstəliklərimiz var. Revmatizmal xəstəliklər çox geniş qavram olduğu kimi, onların müalicəsi də çox geniş sütunlarda bölünüb. O səbəblə də hər revmatizmal xəstənin, yəni diaqnozlu xəstənin bir cür müalicəsi yoxdur. Hamının, hər qrupun özünə görə həqiqətən də müalicə fərqi var və zamanında xroniki xəstəliklərdir bu xəstəliklər. Təbii ki, təcili halları da var, akut halları da var, yəni kəskin halları da var. Zamanında müdaxilə olunduğu zaman çox ciddi diaqnozlarımız belə yaxşı proqnozla nəticələnə bilirlər. Doktor, yəni müalicəsi var, yoxsa ömürlük izlənməli olan bir xəstəlikdir? Təbii ki, bu da qrupa görə dəyişir. Bəzi kəskin başlayan xəstəliklərimizin anında müdaxiləsi müalicə kimi adlandırıla bilər. Çünki uzun dönəm izləmə alsaq da bəzilərində müalicəni kəsirik. Yəni dərman preparatını kəsirik, dərmansız remissiyaya alırıq bu xəstələri. Amma çox qrupumuzda həqiqətən də xroniki xəstəlikdir. Revmatizmal xəstəliklərin əksəriyyəti xroniki xəstəliklərdir. Bildiyimiz kimi xroniki xəstəliklərin də dəqiq müalicəsi yoxdur. Genetiklərinin ümumiyyətlə qalıcı müalicəsi yoxdur. Sadəcə dəstək tədavisi var. Yarana biləcək ağırlaşmaların önünü ala bilərik onlarda. Yəni uşağın həyat tərzini yaxşılaşdırmaq üçün çaba göstəririk və bəziləri var ki, təbii ki, müalicənizi veririk, remissiya əldə edirik, sonra dərmanı kəsirik, dərmansız remissiyaya salırıq. Amma hər an bu xəstəlik qayıda bilərmi? Həqiqətən də qayıda bilər. Necə ki, əksəriyyətinin yaranma səbəbi məlum deyil, yenidən qayıtma səbəbi də məlum olmur. O səbəblə də bu xəstələrin əksəriyyətini uzun dönəm izləmdə saxlayırıq. Bəs elə bir qadağa var ki, bu məsələn qida qadağası olsun onlarda ki, bu qidanı kesinliklə istifadə etmək olmaz o xəstələrdə. Revmatizmal xəstəliklərdə yemək qadağası yoxdur. Yəni bəzi xəstəliklərdə belə bir xülafələr gəzir ki, bunu yesən aktivləşər, atak olar. Yəni belə bir şey əksini öz sübutunu tapan bir çalışma yoxdur. Yəni
tipdə biz həkimlər danışdığımız zaman təbii ki, şəxsi praktikamıza dayanaraq danışa bilərik, amma bu biraz böyük cümlələrdir. O səbəblə də biz hər zaman çalışmalara, yayımlara, dünya yayımlarına baxmalıyıq. Və belə bir ciddi çalışma yoxdur ki, bu yesək bu xəstəlik aktivləşəcək. Lakin verdiyimiz müalicələrin altında bəzi qadağalar ola bilər. Məsələn, əgər bir dönəm hormon tedavisi veririksə uşaqlara, hormonal müalicə zamanı uşaqlara qida diyeti veririk həqiqətən də. Karbohidrat, duzlu, şəkərli, unlu qidaları kəsməyə özen göstəririk. Bunun da səbəbi məsələn hormonlu qida zamanı bədənin su-duz tutuculuğu yüksək olduğu üçün ödəm yarana bilir və bu ödəm yaranmasın, kuşinoid duruma düşməsin deyə uşaqlarda qida diyetinə salırıq. Amma bu da hormonal tedavini kəsdikdən sonra artıq öz yerini alır, bərpa olur. Amma ciddi bir qida diyetimiz, qadağamız varmı? Yox, yoxdur. Valideyn evdə hansı əlamətləri görsə revmatoloqa müraciət etməlidir? Bəli, bu çox gözəl sualdır. Çünki ilkin olaraq hamımızın dəstəkçisi biz həkimlərin valideynlərdir. Diqqətli, övladına qayğılı. Yəni bütün valideynlər qayğılıdır da, amma bəzən olur ki, bəzi qayğılar onun önünə keçir. Yəni daha təlaşlı oluruq. Övladımıza bəzən az nəzər sala bilirik, təəssüf ki. Nələrə fikir verməlidir bu valideynlər? Məsələn, uzamış temperatur 5 günün üzərində müalicə edə bilmədiyimiz temperaturda mütləq həkimə müraciət etməliyik. Çünki demirəm hamısının altında revmatizmal xəstəlik yata bilər, amma həqiqətən də 5 günün üstündə uzanan daimi bir temperatur bizim üçün bir siqnaldır. Təkrarlayan temperatur. Təkrarlayan temperatur deyəndə nəyi nəzərdə tuturam? Məsələn, uşaq qızdırdı ayın bir günündə, 15-20 gün sonra və ya 1 ay sonra yenidən qızdırır. Və ya 2 aydan sonra yenidən qızdırır və bu əlamət təkrar və təkrar edir. İl ərzində uşaq hər ay temperaturu olur 3 gün, 4 gün. Bu və ya digər səbəbdən. Bir dəfə boğazı gəlir, bir dəfə burnu ağrır, bir dəfə qarnı ağrıyır, amma bir dəfə nə olur? Amma hər dəfə qızdırır. Artıq bu təkrarlayan temperatura girir. Təbii ki, bu digər faktorlardan da ola bilər, amma 3 və ya 4 dəfədən çox uşağınız hər ay qızdırırsa, artıq burada bir revmatizmal səbəb ola bilər deyə düşünməliyik. Çünki təkrarlayan xəstəliklər periodik xəstəliklər qrupu var. Bundan əlavə oynaq ağrıları varsa, oynaqda şişkinlik varsa, sonra qızarıqlıq varsa, dəridə adını qoya bilmədiyimiz, dəricinin tədavi edə bilmədiyi bir səpkilər varsa, bundan sonra təkrarlayan boğaz infeksiyaları varsa, təkrarlayan qarında sancılar varsa, tualet ehtiyacı duymadan, yəni uşaq tualetə gedib rahatlamır, heç bir tualet ehtiyacı yoxdur, amma kəskin qarın ağrıları var, sancılı şəkildə, tutma şəklində, bu da periodik xəstəliklər qrupumuza girir. Adicə təkrarlayan oynaqda öz-özünü düzələn şişkinliklər varsa, məsələn, uşağın oynağı şişir, qızarır, amma 1-2 gündən sonra heç bir müalicə vermədən gerilir. Bunlar hamısı revmatizmal xəstəliklər qrupuna girir. Bundan əlavə olaraq, məsələn, gücsüzlük varsa, uşaq yataqdan qalxıb gəzə bilmir, əzələnin gücü yoxdur. Bu belə revmatizmal xəstəliklərə dayana bilər. Uşaqların aktiv olması, idmana, rəqsə və hər hansı bir aktiv idman növü ilə məşğul olması revmatik xəstəlikləri artıra bilər, yoxsa azaldır? Yəni bu onun üçün xeyirlidir? İdman hər birimiz üçün təbii ki, xeyirlidir və düzgün həyat tərzidir. Revmatizmal xəstəlikli uşaqlarımızda nə zaman idmana stop qoyuruq? Müalicənin ilkin dönəmində remisiya əldə edənə qədər, məsələn, uşaq yuvenil idiopatik artritli bir xəstədir. Oynaq şişkinləşib, bilirsiniz, mayenin içində olan hər bir şey yumşalır. Necə ki, oynaq kapsulunun içində maye varsa, orada bir yumşalma var. Bu səbəblə də biz o dönəmdə sərt reaksiyalı, idman, fiziki yükü artıran şeyləri bir dönəmlik askıya alırıq. Niyə? Çünki oranı bərpa etməliyik, oynağı. Oynağı bərpa etdikdən sonra, ödəm çəkildikdən sonra, məsələn, artıq ilaclı remisiyaya dərmanlı bir remisyon dönəminə keçdikdən sonra biz də fizik tədavi və yanaşı olaraq idman da önəririk. Yəni idman qətiyyən bizdə əks göstəriş deyil və ya idman etsə uşaqda revmatizmal xəstəlik formalaşarmı? Yox, bu da bir şey deyil. Yəni bizdə revmatizmal xəstəliklərin etioloji faktorları tamam əksəriyyətlə məlum deyil, amma onlar arasında idman qətiyyən yoxdur. Yəni idman bizə əks göstəriş deyil. Hətta bəzən çox bir zaman işimizə yarayır. Biz uşaqlara fizik tədavi önəririk. Fizik tədavinin də içində idman hərəkətləri var. Çünki o revmatizmal xəstəliklərin remisiya dönəmində işimizi bərpasına çox kömək edir. Məsələn, 70% dərman müalicəsidirsə, 30% də orada fizik tədavidir. Yəni idman hərəkətləridir. Dərman müalicəsi ümumi sistemə təsir eləyir? Bəli. Eləyir, nə formada eləyir? Revmatizmal xəstəliklərin içində autoimmun xəstəliklərimiz var. Yəni bədənimizin
bədənimizi sevmir deyək lori dildə. Elə bir ki, sanki özümüzlə mübarizə aparırıq öz toxumalarımızdan. Bu zaman immun sistemimiz coşur. Və verəcəyimiz müalicələr də immunosupressiv müalicələr olur. Yəni immun sistemini çökdürən, o çılğınlığı azaldan dərman müalicəsi olur. Burada bir immun basqılanma yarana bilər, amma bu o demək deyil ki, bizim verəcəyimiz müalicə ilə uşağın lori dildə desək immuniteti düşəcək və o digər xəstəliklərə daha yatqın olacaq. Yox, biz bunu önləmək üçün təbii ki, onların immun sistemlərini qaldıracaq vitamin terapiyaları da edirik. Nə qədər mümkündürsə. Bilirsiniz ki, vitamin terapiyalar immun sistemi o qədər də qaldırmır. Lakin məsələn, nə edirik? İmmunosupressiv alan uşaqdır. Biz hər il qrip peyvəndini etməyi önəririk onlara. Çünki bizim üçün burada məqsəd uşağın xəstələnməməyidir. Niyə? Çünki biz hər xəstələnəndə qrip kimi bir xəstəliyə səbəb olan uşaq düçar olanda altda yatan revmatik xəstəliyi təzədən baş qaldırır. Çünki burada bir təzahür var, bir təsad var. İmmun sistemi çılğınlaşır, biz onu basqılayırıq. Basqıladıq, burada virus infeksiyasına tutuldu. Yenidən virus immun sistemi mübarizə aparmaq üçün yenidən çılğınlaşır. Çılğınlaşdığı üçün burada yenidən revmatik xəstəlik aktivləşir. Qısır bir döngümüz var. O döngünü aradan qaldırmaq üçün valideynlərdən istəyimiz hər zaman qripə çox yoluxmasın, çox tünlük, məsələn, immunosupressiv müalicə aldığı dönəmdə ya da hormon tedavisi aldığı dönəmdə çox uşaqlarla təmasda olmasın, xəstə insan sizin evinizə gəlməsin. Bu kimi şeyləri deyirik. Səbəb ona görə yox ki, immun sistemi basqılanıb. Ona görə ki, normal uşaqlar kimi qrip olduğu təqdirdə ola bilər ki, bizim mübarizə apardığımız revmatizmal xəstəlik yenidən aktivləşsin. Revmatizmal diaqnozu qoymaq üçün hansı testlər məsləhət görürsüz? Hansı testlər hökmən olmalıdır? Bu çox önəmli sualdır həqiqətən. Niyə? Çünki gün ərzində xəstə baxdığımız zaman baxırıq ki, bəzən valideynlər özləri belə revma testləri verib gəlmişəm deyirlər. Bu, yəni sadəcə uşaqlara, bilirsiniz, hər uşaqlarla qan aldığımız zaman onlarda dəmir defisiti anemiyası yaradırıq özümüz bilərəkdən. Yəni mən həmişə valideynlərə deyirəm ki, müayinə edilmədən heç bir test verməyin. Çünki revma test lazımdır deyilən bir şey yoxdur. Siz orada həm uşağınızdan qan alırsınız, həm də maddi olaraq özünüzə zərər vermiş olursunuz. Niyə? Çünki bu testi verin, bu revmatizmal diaqnozu qoyun deyərək çox az xəstəliyimiz var. Bunlar arasında genetik xəstəliklərdir. Məsələn, genetik paneli veririk. Varsa var, yoxdursa yoxdur cavab gəlir. Bir də çox az xəstəliyimiz var ki, onların laborator olaraq tam təzahürü var, yəni laboratoriyada. Əksər revmatizmal xəstəliklərin diaqnostikası şikayətə dayanır. Yəni şikayəti varsa, şikayətin növünə görə biz analiz istəyirik. Yəni bu analizi verəcəm, bu diaqnozu qoyacam, çox az xəstəlik var. Əsas şikayətdir. Yəni şikayəti olmayan insan tutalım, ayağı ağrıyır uşağın. Elə revmatest verirlər. Revmatest dediyimiz şey CRP-dir, ASO-dur, RF-dir. Belə bir formalaşdırıblar. Yəni əslində belə bir ədəbiyyatda belə revmatest deyilən bir şey yoxdur. Amma artıq laboratoriyalarda belə bir panel yaradıblar. Orada CRP, RF, ASO var. ASO-su yüksək gəldi, atıram 300 normaldır. 550 gəldi, uşağın revmatizması var. Amma bu demək deyil. Yəni bu diaqnoz demək deyil. Çünki ASO, yəni streptokok testinin göstəricisi laborator olaraq o hətta diaqnozun qoymağımız üçün lazım olan mayor, minor kriteriyalar var və dəstək edici, kömək edici bulğular var. O kömək edici bulğuların içindədir. Bir kömək edici bulğu nə zaman bizə diaqnoz qoydura bilər? Heç bir zaman. O səbəblə də yəni mən valideynlərə deyirəm ki, yəni öz başına gedib analiz verməyin ya da lazımsız analizlərə getməyin. Niyə? Çünki bunu verəcəm, bu diaqnozu qoyacam deyə bir şey yoxdur. Şikayət olmadığı təqdirdə, bütün meyarlar üst-üstə gəlmədiyi təqdirdə revmatizmal xəstəliklərdə diaqnoz qoyduğun çox az xəstəlik var. Yəni bunların hər birini həkim məsləhətindən etməlidirlər. Mütləq. Çünki ümumiyyətlə mən düşünürəm ki, adi qanın ümumi analizini belə verdiyimiz zaman bunu pediatrın məsləhəti ilə etməlisən. Niyə? Çünki yəni qan ümumi analizində oxlar yuxarıda, aşağıdır, sən bunu bilmirsən. Bəzi oxların aşağı və yuxarı olmağının bəzən heç bir mənası yoxdur. Bəzən də çox böyük mənası var. Sən bunu verirsən, nə anlama gələcək? Bunu oxuya bilməyəcəksən. Sən niyə övladıva zərər verirsən? Və hər zaman deyirəm, gedin bütün müayinələri tamamlayın. Atıram məsələn, olur ki, xəstə gəlir mənim yanıma, mən sonra onu endokrinoloqa da yönləndirirəm və ya lazımdır lap gastroenteroloqa da yönləndirirəm. Ehtiyac olanları yazıram. Deyirəm, bütün
bütün müayinələri bir bitir, ən sonda analiz ver. Çünki niyə? Uşaqdan bir kərə bu invaziv işləmdir. Uşağı incidərək alırıq da analizi. Yəni çünki durduq yerə qan ala bilmirik ki, damara giririk. İnvaziya var ortalıqda. Uşağı incitməyək, artıq qan almayaq, artıq məsrəf etməyək. Yəni bunları düşünməliyik. Yəni o səbəblə də mən hər zaman həkim müayinələri bitdikdən sonra sonda bir analiz verməyin tərəfdarıyam. Baxmayaraq ki, ən son həlqə mən də ola bilərəm, ən son həlqə endokrinoloq da ola bilər, başqa həkim də ola bilər, amma sonda olsun. Çünki uşağa zərər verməyək. Uşaqlarda revmatizma diaqnozunun vaxtında qoyulması niyə bu qədər vacibdir? Çox vacibdir. Niyə? Çünki revmatizmal xəstəliklər həqiqətən də zamanında diaqnoz qoyulmadığı təqdirdə sonu aqressiv nəticələnən, hətta tələf belə ola biləcək xəstəliklər qrupudur, ciddi xəstəliklər qrupudur. O səbəblə də bizim üçün burada biz zamanla yarışırıq. Bəzi xəstəliklər var ki, onlar kəskin xəstəliklərdir. Yəni anında müdaxilə etməsək reanimasiya vəziyyətinə və oradan da tələf ola biləcək vəziyyətlər var. Burada zaman itirə bilmərik. Bəzi xəstəliklər də var ki, xroniki olaraq get-gedə ağırlaşır, amma ağırlaşması o qədər sistemik gedir ki, önəmli sistemləri tutduğu üçün qalıcı ağırlaşmalara səbəb olur. Yəni xülasəsini desək, qısaca desək, zamanla yarışırıq və ağırlaşmaları kifayət qədər ciddi olduğu üçün, yəni revmatizmal xəstəlik deyəndə bir tək oynağı nəzərdə tutmayaq. Revmatizmal xəstəlik gözdən, dəridən, baxın, bütün bədənin birləşdirici toxumalarından tutan xəstəlikdir. Məsələn, ürəyi zədələyən xəstəlik qrupumuz var. Ürəyin damarlarını xəstələyən qrupumuz var, hansı ki, böyük damarları və vaskulitlər. Ürəkdən başlayaraq, ürəkdən çıxan böyük damarlardan başlayaraq xırda kapillərlara qədər tutulan vaskulitlərimiz var. Hamısının gedişi fərqlidir, hərəsi özünə görə diferensiasiya olunur. Lakin ağırlaşmaları kifayət qədər ciddidir. Bəzisi anında ağırlaşma verir, bəzisi illər sonra ağırlaşma verir. Məsələn, revmatizmal xəstəlik deyəndə heç kimin ağlına gəlməz ki, aorta damarı zədələnir. Amma zədələnir. Revmatizmal xəstəlik deyəndə heç kəs düşünməz ki, gözdə korluq yarana bilər. Amma üveyt korluğa səbəb ola bilir. İkincili olaraq revmatizmal xəstəliyə ikincili olaraq gözdə bir iridosiklit üveyt formalaşırsa, anında korluğa səbəb ola bilər. Heç kim məsələn fikirləşməz ki, ağızda yaralar revmatizmal xəstəlikdən ola bilər və ya təkrarlayan temperatur revmatizmal xəstəlikdən ola bilər. Yəni çox xəstəlik qrupumuz var. Çox xəstəlik qrupunun da altında bir neçə hərəsinin şikayət qrupu var. O səbəblə də nə qədər diqqətli olarsak, o qədər tez həqiqətən də ağırlaşmanın önünü ala bilərik. Anladım doktor. Bəs hava soyuyur, uşağın ayağı ağrıyırsa deyirlər ki, revmatizması var. Bu doğrudur? Yəni soyuq hava uşağın revmatizmal xəstəliklərini tetikləyirmi? Bu doğru bildiyimiz yanlışlar arasındadır. Başda gəlir. Məsələn, xəstə gəlir deyir ki, hava soyuyan kimi ayaqlara bilirəm ki, revmatizması var, amma bu belə deyil. Soyuq hava şəraiti revmatizmal xəstəliyin etioloji faktoru deyil. Və soyuqda xəstəlik aktivləşirmi? Xeyr, belə bir şey yoxdur. Təbii ki, soyuq havadan sinir ucları qıcıqlana bilər. Bu bir ağrı kimi təzahür edə bilər. Bu revmatizmal xəstəlik demək deyil. Ağrı varmı? Var, amma soyuqdan tetikləndi mi? Tetikləndi, amma revmatizmadır mı? Deyil. Bunun aidiyyatı yoxdur. Hətta revmatizmal məsələn artritlərimiz istini sevmir, soyuğu sevir. Məsələn, oynaqda şişkinlik varsa, orada iltihaplanma gedirsə, biz ora isti tətbiq edə bilmərik. İsti xəstəliyi ağırlaşdırar. Amma buz tətbiq edə bilərik. Məsələn, görürsüz, əgər revmatizmaya soyuq zərər edirsə, biz niyə buz qoyuruq oynaqlarına, soyuq niyə tətbiq edirik? Məsələn, yay vaxtı xəstələrimiz nə deyirlər, revmatizması var, gedim quma bastırım. Amma oynağında aktiv şişkinlik varsa, quma bastırdığımız təqdirdə iltihabı artırmış ola bilərik. Yəni isti əks təsir göstərir. Növünü tam dəqiq bilib ona uyğun hərəkət etmək. Təbii ki, ümumiyyətlə quma basdırma bir fizik tədavidir. Yəni bir prosedurun səbəbi olmalıdır. Növünə görə səbəbi verməliyik. Bilməliyik ki, səbəb budur. Bunun üçün də bunu etməliyik. Amma soyuqda revmatizma tetiklənirmi? Yox. Soyuqda uşaq xəstələnər, immun sistemi düşər, altda yatan revmatizmal xəstəlik aktivləşərmi? Aktivləşər. Amma soyuq birbaşa revmatizmaya səbəb deyil. Doktor, hər oynaq ağrısı revmatizmadırmı? Hər oynaq ağrısı revmatizma deyil, amma hər revmatizmada demək olar ki, oynaq ağrısı ola bilər. Necə? Məsələn, oynaq ağrısı mineral defisitindən ola bilər. Məsələn, vitamin D əksikliyi, kalsium, fosfor əksikliyi harıl-harıl oynaq ağrısına səbəb olur. Böyümə
ağrıları oynaq ağrısıdır. Hipermobilite deyilən bir şey var. Oynaqların lazımından böyük bucaqda açılmağı. Məsələn, oynaq açılmalı, dirsək bu qədər açılmalı, dirsək daha çox açılır. Baş barmaq buraya qədər yaxınlaşır. Bu da hipermobil sindrom deyirik. Məsələn, o oynaq ağrılarına səbəb olur. Səbəbi oynağın hərəkəti bu formada olmalıdırsa, vətər və əzələlər boşdursa, oynaq arasındakı məsafə böyüyür və hər dəfə hərəkətdə bir sürtünmə hərəkəti yaranır və sürtünmə ağrıya səbəb olur. Ona görə hipermobilitəsi olan uşaqların ağrıları olur. Kəskin olaraq məsələn hematoloji, onkoloji xəstəliklərdə oynaq ağrıları ola bilər. Bundan əlavə ortopedik oynaq ağrıları ola bilər. Yəni keçirilmiş travmanın sonrası və ya iltihabi bir prosesdə septik artritlər məsələn çox kəskin oynaq ağrısına səbəb olur və ən sonda revmatik xəstəliklər oynaq ağrısına səbəb ola bilər. Yəni özüm sadaladığım kimi, yəni oynaq ağrısı dedikdə altda bir çox faktor var və bir çox xəstəlik var. Onların hamısına tək-tək baxıb çıxdaş etdikdən sonra, hər şey neqativ olduqdan sonra, aha bu oynaq ağrısı revmatizmal ola bilərmi? Gəlib çıxırıq. Revmatizmal diaqnozlar hamısı bir çıxdaşa dayanan diaqnozlardır. Yəni bütün xəstəlikləri inkar edirik. İnkar etdikdən sonra hər kəs öz yoluna getdikdən sonra ortada bir revmatizmal xəstəlik qalır. O səbəblə də hər oynaq ağrısını biz revmatizmal xəstəlik adlandırmamalıyıq. Amma təbii ki, hər oynaq ağrısı olan xəstəni biz müayinə edə bilərik. Çünki ən sonda özümüz hamısını çıxdaş etməli oluruq bəzən. Anladım. Bəs valideynlər nəyə diqqət etməlidir bu dövrdə? Böyümə dövründəmi, yoxsa tam olaraq? Revmatizma ağrıları olan uşaqlarda valideynlər nələrə diqqət etməlidir? Tamam, yəni bir revmatizmal diaqnozu olan xəstənin valideyni nə etməlidir? Bəli. O da yenə növündən asılıdır. Məsələn, kəskin atıram yuvenil idiopatik artrit. Tam oynaqla əlaqəli bir xəstəlikdir. Oynaqda şişkinlik, qızarıqlıq, hərəkət məhdudiyyəti var və bu qalıcıdır. Məsələn, bir 4 həftədir ki, oynağı şişib uşağın səhər yuxudan duranda axsıyır. Çünki bizim üçün bu ən önəmli əlamətlərdir. Yuvenil artritli xəstələrin əsas əlaməti səhər hərəkətə gəlməkdə məhdudlaşmadır. Yəni o səhər buxovlanması deyirlər. Uşaq gəzəndə axsıyır. Bir müddətdən sonra gün ərzində axsaması itir. Yəni hərəkətli ikən axsaması itir. Məsələn, bu çox önəmli əlamətdir. Ona görə məsələn valideynlər gələndə həmişə deyirik ki, uşaq axsıyır, nə zaman axsıyır? Məsələn, deyir ki, doktor səhər yuxudan duranda sanki yaxşı gəzə bilmir. Bir neçə dəqiqədən sonra, 1 saatdan sonra falan özündən gəlir. Bu bizim üçün önəmli əlamətdir, çünki bu revmatizmal əlamətdir. Yəni diaqnoz qoymaq üçün önəmlidir. Bu kimi şeylərə diqqət etməlidir valideynlərimiz. Diaqnozu qoyulan hər xəstənin, məsələn, növünə görə biz artıq onlara ev şəraitində necə qulluq etməli olduqlarını izah edirik. Yəni əksəriyyəti özünün sosial-ictimai həyatından çıxdaş olunmurlar. Yəni öz konforları alanında qalırlar. Konfor alanları daralmır. Ta o zamana kimi ki, diaqnoz vaxtında qoyulub. Bəzən olur ki, diaqnoz o qədər gec qoyulur ki, uşaqlarda qalıcı hasarlar əmələ gəlir. Məsələn, oynaqda qalıcı məhdudiyyət yaranır. Uşaq normal gəzə bilmir. Bizim çox təəssüflər olsun ki, əngəlli kaliskasına məruz qalan uşaqlarımız var. Çünki bu tam ictimai sosial bir problemdir. Revmatizmal xəstəliklər ciddi xəstəliklərdir və mən bunların ictimaiyyətə yayılmasına hər zaman dəstək olmağa çalışıram. Niyə? Çünki elə bir problemdir ki, məlumatımız çox azdır. Hamımız bunu bir oynaq ağrısı kimi bilirik. Amma əslində çox qalıcı xəstəlikləri var, çox qalıcı fəsadları var. Və hamımız bir olsaq, məsələn, zamanında diaqnoz qoymaq üçün bizim valideyn kömək etməlidir. Zamanında diaqnoz qoymaq üçün bizə məktəbdə müəllimlər kömək etməlidir. Çünki biz həkimlər otağa gələndə ancaq valideyn xəstəni görürük. Məsələn, ictimai bir yerdə diaqnoz qoymağımız doğru belə deyil, yəni kimisə müdaxilə etməyimiz. Amma bu haqda, bu xəstəliklər haqqında valideynlərimiz, müəllimlərimiz bilsələr, uşaqları zamanında diaqnoz qoya bilərik. Necə ki, məsələn, mənim anam müəllimədir. Demək olar ki, mənim anam hər ay mənə xəstə göndərir. Necə? Diaqnozunu o qədər də doğru qoyur ki, deyir ki, məsələn, ilk xəstəm Azərbaycana gəlib fəaliyyət göstərəndə ilk xəstəmi mənə valideynim göndərdi. Dedi ki, Aytən, gördüm ki, uşaq hər zaman xəstədir, temperaturu düşmür, oynaqları ağrıyır və səpkiləri var. Və onu mənə göndərmişdi anam. Həqiqətən də lupus xəstəliyi diaqnozu qoyuldu uşaqda. Yəni çox ağır gedişdi. Böyrəkləri belə itirilmiş və sonda çox təəssüf ki, tələf oldu xəstəmiz. Çünki
çox gecikən xəstə idi və çox zaman itirmişdik. Çox təəssüf ki. Yəni demək istədiyim, mənim valideynim bunu niyə bilir? Çünki mən o qədər o xəstəliklərdən danışıram ki, evdə də. Yəni belə xəstəm var idi, qızdırırdı, qarnı ağrıyırdı, səpkisi var idi. Artıq valideynin beynində qalıb, müəllimədir, bütün gün tələbələrlə, şagirdlərlə çalışır və həmin əlamətləri görəndə Evrika. Aha, bu revmatizmal xəstəlik ola bilər, göndərin. Yəni bunu biz ictimailəşdirsək, bizim müəllimlərimiz bilsə, mən belə bir projem var idi, həyata keçirə bilmədik, çox böyük proje olduğu üçün, amma düşünürəm ki, illər bizə buna imkan verəcək, biz bunu edəcəyik. Mənim istəyim ondan ibarət idi ki, biz məktəblərdə təlim verək, sırf müəllimlərə. Çox əla olar əslində. Müəllimlərimiz, yəni mən bunu könüllü etmək tərəfdarıydıq. Heç bir maliyyə və nəvaziş gözləmədən. Çünki niyə? Yəni gedək məktəblərdə sadəcə olaraq seminarlar deyək, qısa seminarlar, müəllimlər və müəllimələr. Bu şikayətlər olanda valideynə məlumat verin ki, bu revmatizmal xəstəlik ola bilər və revmatoloqa yönləndirin. Çünki ilkin diaqnostika bəzi əlamətlərdən gəlir. Və böyük layihə olduğu üçün biz bunu həyata keçirə bilmədik. Ümid edirəm ki, nə vaxt edərik. Çünki həqiqətən də bunun ictimailəşməsi lazımdır. Doktor, stress və yuxusuzluq bu xəstəliyi artıra bilərmi? Bəzi xəstəliklərimiz var ki, bunların nevroloji tutulumları olur. Məsələn, neurolupus, neurobehçet kimi xəstəliklərimiz, sinir sistemi, mən bayaq da dediyim kimi bizim xəstəliklərimiz bütün tanıdığımız sistem və orqanları tutur və nevroloji da tutulumlar, mərkəzi sinir sistemində tutan növləri var ki, bunlarda yuxusuzluq bilirsiniz, ümumiyyətlə nevroloji olaraq bir qalıcı və ya keçici anında da olsa bir pozğunluğa səbəb ola bilir. Bu səbəblə də yuxusuzluq o qrup xəstəliklərimizdə bir xəstəliyin gedişatını ağırlaşdıra bilər. Bundan əlavə olaraq da stres önəmli faktordur. Həqiqətən də tam mexanizması aydın olmasa da stres özəlliklə də yeniyetmə yaş qrupunda olan xəstələrimizin xəstəlik gedişatını həqiqətən də ağırlaşdırır. Yəni birbaşa xəstəliyə səbəb olmasa da malik olan, əlimizdə olan xəstəliyin gedişatını ağırlaşdıra bilir həqiqətən də. Bir aktivləşmə yarada bilir. Məsələn, mən şəxsi təcrübəmdən desəm, lupuslu xəstələrin stresli dövründə xəstəliyin aktivləşdiyini görmüşəm. Yəni bir neçə lupuslu xəstəmdə, qırmızı qurd eşeği xəstəliyidir. Məsələn, uşaq universitetə hazırlaşan dövrdə, o dönəm bilirsiniz ki, çox stressli dönəmdir. Stressi insan yönədə bilmir və stresli dönəmində də lupus göstəriciləri, klinik məsələn qızdırmalarının artdığını görmüşəm, səpkilərinin artdığını görmüşəm və stressə bağlı olduğunu bilirəm. Tədris aldığım müəssisədə də hocam hər zaman deyirdi ki, uşağın gönlünü xoş tutun, çocuğu xoş tutun da deyirdi. Mən ondan sonra çalışdığım zaman anladım ki, doğrudan da könüllərini xoş tutduğun zaman, stresi azaltdığın zaman xəstəlik sanki bir daha ılımlı olur. Anladım doktor. Çox sağ olun. Bugün gəldiyiniz üçün, belə dəyərli məlumatlar verdiyiniz üçün həqiqətən mənə çox xoş oldu. Mən təşəkkür edirəm ki, siz bizim səsimizi daha geniş publikaya yaymaq üçün kömək edirsiniz. Hər zaman xoşdur. Dəvətiniz mənim üçün çox dəyərlidir. Çox sağ olun. Sağ olun.